Azərbaycanın müstəqillik dövründə işində nöqsanlara yol verən, korrupsiyaya əl atan və müxtəlif qanunsuzluqlar edən məmurlar olub ki, məsuliyyətə cəlb olunublar. Onların ən məşhuru Əli İnsanovdur. O, 1993-cü ildən 2005-ci ilə kimi ölkənin səhiyyə naziri olub. 2005-ci il oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. 2019-cu ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. Əli İnsanov evindən qızıl sikkə və külçələrin, milyonların çıxması ilə yadda qalıb. Həmçə 143 ədəd qızıl monetlərdir. Bax, burada göstərilən qızıl zinət əşyaları, deməli, ABŞ dolları və evro, hamısı deməli, başqa bir otaqda yerləşdirilmiş seyfdən çıxarılır. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunan digər məşhur nazir isə Səlim Müslümovdur. 2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olub. 11 il isə Sosial Müdafiə Fondunun rəhbəri olub. O, 2021-ci ilin fevralında barəsində olan korrupsiya faktlarına görə həbs edilib. Səlim Müslümova 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il sınaq müddəti seçilməklə 11 il şərti cəza verilib. Həmçinin əmlakı müsadirə edilib. 8 milyonluq əmlakı dövlət nəfinə alınıb. Bundan əlavə istintaq müddətində dövlətə dəyən 27 milyon manat ziyanın 20 milyonu Səlim Müslümov tərəfindən ödənilib. 2001-2005-ci illərdə İqtisadi İnkişaf Naziri olan Fərhad Əliyevin də yolu həbsxanadan keçib. O, 2005-ci il parlament seçkiləri ərəfəsində xidməti kabinetində dövlət çevrilişinə cəhd, korrupsiya əməllərində ittiham olunaraq həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. 2013-cü ildə prezidentin sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib. Mətbuatda yayılan məlumata görə Fərhad Əliyev azadlığa çıxdıqdan sonra xaricə köçüb. Londonda yaşadığı deyilir. Amma sonradan onun Azərbaycana 10 milyon manatlıq investisiya qoyduğu Sumqayıt Kimya Sənaye Parkında sürtkü yağı istehsal edən müəssisə qurduğu bildirilir. Fərhad Əliyevlə bağlı maraqlı bir fakt daha var. Belə ki, onun 27 yaşlı oğlu Yusif Əliyevin 2-ci Qarabağ müharibəsində könüllü olaraq iştirak etdiyi deyilir. Azərxalçanın keçmiş sədri Vidadi Muradov da həbs olunan məmurlar sırasındadır. Qurum rəhbəri küllü miqdarda mənimsəmə ittihamı ilə azadlıqdan məhrum edilib. Lakin müalicə üçün azadlığa buraxılan Muradov cəmi 4 gün sonra onkoloji xəstəlikdən dünyasını dəyişib. 3,5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinən Vidadi Muradovun 30 milyon dəyərində əmlakına da həbs qoyulub. Kütləvi informasiya vasitələrinə Dövlət Dəstəyi Fondunun sabiq sədri Vüqar Səfərli də həbs həyatı yaşayır. O, 5,7 milyon manatı mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Yolu dəmir barmaqlıqlar arasından düşən şəxslərdən biri də eks-millət vəkili Rafael Cəbrayılovdur. Dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 2021-ci ildə həbs olunan sabiq deputat ümumilikdə 2,6 milyon manatı qanunsuz yolla ələ keçirib. Nəticədə 11 nəfəri aldadaraq pullarını mənimsəyib. Sabiq deputat həbsxanada cəzasını çəkən zaman 2021-ci ildə koronavirusdan dünyasını dəyişib. Onu da qeyd edək ki, Rafael Cəbrayılovun 300 min dollar borca görə 3 və 4-cü çağırış Milli Məclis deputatı vəsiqələrini girov qoyduğu üçün mandatından da məhrum edilib. Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev isə 2021-ci ildə 3 il müddətinə azadlıqdan məhrum edilib. Ona Cinayət Məcəlləsinin rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. 1 il sonra şərti azadlığa buraxılıb. Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun da 11 il həbsə məhkum edilməsi barədə hökm çıxarılıb. Belə ki, o küllü miqdarda mənimsəmədə ittiham olunub. Sultanov məhkəmə qərarı ilə 5,3 milyon manat vəsaiti zərər çəkmişə geri ödəyib. Lakin Sultanovun bankda olan 600 min manat nəqd pulu, müxtəlif sikkələr, dəyərli əşyalar müsadirə edilib. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi General-Mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə isə ümumilikdə dövlətə 143 milyon manat dəyərində ziyan vurub. Məhkəmənin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə
10 il 6 ay azadlıqdan məhrum ediliblər. Bundan başqa onların üzərinə həbs qoyulan əmlakları dəyən ziyanın ödənilməsi üçün dövlət nəfinə keçirilib. Keçmiş baş prokuror və səfir Eldar Həsənov 2022-ci ildə 10 il müddətin azadlıqdan məhrum edilib. Eldar Həsənova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı kimi ittihamlarla cinayət işi qaldırılıb. Sabiq baş prokurorun məhkəmə işində ümumilikdə 30 milyon manatdan artıq vəsaitin tək və qrup halında mənimsənməsi aşkar olunub. Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin digər sabiq vəzifəli şəxsi İlqar Əliyev də korrupsiya şübhəsi ilə saxlanılan məmurlardandır. 2020-ci ilin sentyabrında onun cəzası ev dustaqlığı ilə əvəzlənib. 2021-ci ilin aprelində məhkəmənin müvafiq hökmü ilə Əliyevin ev dustaqlığının müddəti uzaldılıb. Gəncə şəhər Nizami rayon icra hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev rüşvət alma, rüşvət vermə və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahkar bilinərək 4 il müddətin azadlıqdan məhrum edilib. Xarici İşlər Nazirliyinin Tender Komissiyasının sədri Fərhad Mollazadə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən korrupsiyada ittiham olunaraq saxlanılıb. Onun məhkəmə iclasında Nazirliyə dəymiş ziyanın 2,5 milyon manatı ödədiyi bildirilib. Xarici İşlər Nazirliyinin digər rəsmisi olan İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdürü Səlim Əlizadə isə 6 il azadlıqdan məhrum edilib. O, Nazirliyə vurulan ziyanın 167 min manatını geri ödəyib. Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Konsulluq Hüquq şöbəsinin rəisi Nuru Paşa Abdullayev də Səlim Əlizadə və Fərhad Mollazadə ilə eyni gündə saxlanılıb. Həmkarları kimi o da korrupsiyadan şübhəli bilinib və istintaqa cəlb olunub. Məhkəmənin hökmü ilə ev həbsinə buraxılıb. Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov da Nazirliyin digər əməkdaşları ilə eyni vaxtda və eyni şübhələrlə həbs olunub.